Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 12-sinin ötən il Milli Məclisdə təmsilçisi olub. Yenavaz.com xəbər verir ki, parlamentdə təmsilçisi olan partiyalara dövlət büdcəsindən maliyyə vəsait ayrılıb. Qeyd edək ki, dövlət büdcəsindən maliyyə alan partiyalardan yalnız birinin Böyük Azərbaycan Partiyasının işçisi olmayıb. Digər 11 partiyanın isə işçiləri olub və onlara partiyanın büdcəsindən əmək haqqı ödənilib. Məlumat üçün bildirək ki, ötən il ərzində işçisinə ən çox əmək haqqı ödəyən siyasi partiya Yeni Azərbaycan Partiyası olub. Ümumilikdə 764 işçisi olan YAP-da bir işçiyə düşən orta aylıq əmək haqqı məbləği 1498 manat təşkil edib. Ən az əmək haqqı isə Azərbaycan Milli İstiqlal Partiyasında qeydə alınıb. AMİF-də bir işçiyə düşən orta aylıq əmək haqqı 219 manat olub. Cədvəldə parlamentdə təmsil olunan siyasi partiyaların 2024-cü ildəki əmək haqqı fondu, işçi sayı və işçiyə düşən orta aylıq əmək haqqı məbləği göstərilib. Onu da qeyd edək ki, ötən ilin sentyabr ayında baş tutan parlament seçkilərindən sonra Vəhdət Partiyası Milli Məclisdə təmsil olunmur.